Salam, axşamınız xeyir cənab prezident. Bu sizə artıq 3-cü video görüntülü çəkib paylaşıram, şikayətimi bildirirəm. Oktyabrın 9 Ağdərə rayonunun Vəkli kəndinə köçən sakinlərdən biriyəm. Hansı ki 3 otaqlı düşdüyü halda mən getmişəm 2 otaqlı evin hasarını veriblər. O da 2 otaqlı evin nə xonası var, nə otağının biri var. Baxın sənəddə, baxın. Yaşayış sahəsi 3 otaqdan ibarətdir. Lakin mən getmişəm, mənə 2 otaqlı evin hasarı verilib və xonası da yoxdur. Bugün Rövşən Rzayevə dəfələrlə şəxsisinə zəng vurmuşam, şəxsisinə SMS göndərmişəm. Noyabrın 15-i gələn köçən sənədlərimi təhvil verib, hasarı təhvil verib gəlmişəm. Bakıdan həmin köçdüyüm ünvana, yataqxanaya və buradan Rövşən Rzayevin qəbuluna getmişəm. Göbutcasına olan budur, istəyirsən yaşa, istəyirsən yaşama. Biz qaşqınlardan ötürü gedib canlarını qoyub o şəhidlərimiz, o qazilərimiz ki, millət öz yuvasına qayıtsın, yaşasın. Onlar gedib canlarından keçməyib, şəhid olmayıblar, qazi olmayıblar, yarımcan olmayıblar ki, bu günlərim Rövşən Rzayev alver eləsin, evləri satsın, satdığa qoysun. Bu günlərin bizə sübut eləyirlər ki, Qarabağ biz qaçqınlar üçün alınmayıb, Qarabağ məmurların Rövşən Rzayevin alveri üçün alınıbdır. Kimin pulu var, verib evini də alıb, otağının sayını da alıb, hələ artıqlaması ilə alıb, ağzını da bağlayıb, gəlib oturub rahat şəhərdəki evində. Yayda bağ evi kimi, istirahət evi kimi gedib istirahət eləyəcək. Niyə? Mənim axı Bakıda evim yoxdur, Gəncədə evim yoxdur, Şəkidə evim yoxdur. Mən ora 2 otaqlı da mənə sərf eləsin ki, rahat evim var da mən yayda gedib istirahətimi eləyərəm. Mənim o şəraitim, mənim o imkanım, mənim o evim yoxdur. Mənə necə sənəddə yazılıbdır 3 otaqlı ev, mənim 3 otaqlı evimi dəyişdirsin, versin. Rövşən Rzayevə deyirəm ki, mənim evimin böyründə 3 otaqlı ev var. Mən veşimi daşımaq da ora yaxındır. Mən bu 2 otaqlıdan çıxım, veşimi daşıyım, orada yaşayayım. Deyir, onun yiyəsi var. Onun nətər yiyəsi ola bilər? Hələ onun içi indi remont olunur. Bax, o evin nətər yiyəsi ola bilər ki, o evin deyir, yiyəsi var. Niyə? Çünki onu pulla alıblar. Çox xahiş edirəm, mənim şikayətimlə maraqlanasınız. Çünki mən çox pis vəziyyətdə qalmışam. Mənim veşim orada, özüm burada. İndi mənə ayaq soyunulan yer, pəkəndən çıxırsınız, ayaq soyunulan yer var. Rövşən Rzayev indi ustaları töküb ora, ayaq soyunulan yeri, ermənidən qalma ayaq soyunulan yerin 2 üzdü alçıpanla bəziyib, ayaq soyunulan yer düzəldib, tamam, alçıpanda olsun. İndi həmin alçıpanlarda nədir, hazır difarları sökdürüb, ermənidən qalma həmin o şüşəbənd çıxıb üzə. 1 metr enidir, 1 metr boyudur bəlkə də. Bugün ustalar çəkib atıb onu mənə. Rövşən Rzayevin də orada mənə kuxuna tikir. 1 metr eni, 1 metr uzunluqda kuxuna olarmı? Mən 4 nəfər ailə üzvüm var. Mən 4 nəfər ailə üzvümdən o balaca yerə nətər sığışım? Çox xahiş edirəm. Bu ev paylanışlarına, ev nömrəsi verilməklərindən güclü nəzarət eləyəsiniz. Kimin pulu var? Evin xodunu alır, çöldən çölə alır, pulunu ödür, çıxır gedir. Bizim kimi kasıb, küsub insanlar zülüm çəkirlər. Çox xahiş edirəm, mənim evimin dəyişilməsində mənə köməklik eləyəsiniz. Yoxsa belə getsə burada başqa bir işlər də olacaq. Bizi məcbur eləyirlər mitinqlərə qatılmağa, bizi dövlətimizdən diysindirirlər, bizə kin yaradırlar. Bizim bütün elimizə, obamıza, nə bilim, Qarabağa, bütün yerlərə kin yaradırlar, nifrət yaradırlar bizlərdə. Bizi mitinqlərə cəlb eləyirlər. Bizi prezidentə belə nifrət yaradırlar bizdə, sizin məmurlarınız. Çox xahiş edirəm, bu məmurlara göstəriş verin. Heç olmasa kasıbların haqqı olanı versin ki, kasıblar da başını salsın aşağı işləsin. Köçlə bağlı mənim bütün ailə üzvlərim işdən çıxarılıbdır. 2 ayda biz kredit ödənişlərimizi ödəyə bilmirik. İş tapıb işləyə bilmirik. Bilmirik, paltarımız qalıb orada, özümüz burada, veşimiz orada. Çox xahiş edirəm, mənim evimin dəyişilməsində mənə köməklik edəsiniz. Bizi dövlətə qarşı çıxardırlar, bizi dövlətə qarşı nifrətlə bəslədirlər. Bizə məcbur eləyirlər ki, dövlətdən imtina eləyin, dövlətə nifrət eləyin, prezidentinizə nifrət eləyin, torpağınıza nifrət eləyin. Qarabağ açıq aydın deyirlər ki, Rövşən Rzayev açıq aydın deyir ki, Qarabağ
Qarabağ sakinləri üçün alınmayıb. Qarabağ alver üçün alınıbdır. Çox xahiş eləyərdim, mənim bu problemimdə mənə köməklik edəsiniz. Mənim evim dəyişilsin, mən gedim uşaqlarımı yığım başıma, mən iş tapım, işləyim, işimlə gücümdən olum. Mən köçüb hər hangi bir işlə məşğul olub, mən dolanmaq istəyirdim. Mənim pulum yoxdur deyə, mən bugünkü gün əziyyət çəkirəm. Mənim haqqım olan, baxın, haqqım olan, bax bu 3 otaqlı evi mənə verməyib. Baxın, bir də göstərirəm. Edilmiş yaşayış sahəsi, baxın, yaşayış sahəsi 3 otaqdan ibarət. Halbuki mənə verilib 2 otaqlı. Nə xunası var, nə otağının biri. Çox xahiş edərdim, mənə bu sahədə köməklik edəsiniz.